Bilirəm, ilk görüşdən sən də həyəcanlısan, amma səni xoşbəxt eləmək üçün əlimdən nə gəlirsə eləyəcəm, gözəl qız. Elə bu ciddiyyətə önəm verdiyimə görə özümdən 10 yaş böyük oğlan seçdim. Yaşlarıma nəsə uşaq kimi baxıram. Baxıram, yox, elə uşaqdırlar da. Onlar nə qanır axı? Qadına xoşbəxtçiliyi nə də göstərmək lazımdır. Elə böyük bir şeyə ehtiyac yox deyə mən xırda şeylərdən xoşbəxt olan adamam. Mən özüm biraz uşaq xarakterliyəm, uşağam biraz. Başa düşürsən, Nemət? Nemət? Xoşbəxt olmağa başlamışam şey. Birinci sən məni yerlə, sonra mən səni. Tamam, getdik. Hələ nələr var, nələr? Mən üstündən uşaq yapıram. Səni də çox yormaq istəmirəm. Mən tez küsüb tez barışan insanam. Bir dənə ki səndə başa düşdə mənim nə olar? Keçmiş sevgilim kimi olma. Bax küstüm, ağlaya-ağlaya qaldım, qoyub çıxıb getdi məni. Gəl, gəl görüm, demişəm ki, bax səni xoşbəxt eləmək üçün əlimdən nə gəlirsə eləyəcəm. Mənlə zat tanış gəlir. Qaqam! Qaqam, ora bax. Neynirsən sən bura gəl? Ya bu tərəfdən oyun çıxardırsın. Ay yekə oğlansan, bu qızın xətrinə nə deyərsən? Səndən incikli qalıb, sizdən bir şirinlik yaradan. Qaqa, mən onunla zülüm zillətlə ayrılıb qutarmışdım. Sən məni zibilə salmaq istəyən yenə. Onu bura nəyə gətirmisən? Sən neynəməksən ay qaqa? Gəldim, gəl. Çox da əl-ayağa düşmək lazım deyil. Sənə dedim axı, mən xırda şeylərdən xoşbəxt oluram. Məsəl üçün, oğlan romantik olsun, sevgisini dilə gətirsin. Mahnı da oxuya bilər xırda zümzüm eləyib. Mənə bir dənə hədinən səhər saat 7-də Savuntada